Salam əziz izləyicilərim. Bugün mən hazırladığım biskvitdən tort hazırladım. Dedim hazırlamışkən sizlərlə də bölüşüm. Videolarımın davamı üçün bəyən düyməsinə basıb kanalıma abunə olub mənə dəstək olmağı unutmayın. İndi isə keçək hazırlanmasına. Biskviti 3 yerə böldüm. Kremi isə bişmiş krem hazırlamışdım. İnşallah onu da kanalımda bölüşəcəm bir dəfə bişirəndə. Sizlər üçün bölüşərəm. Bişmiş kremə mən həmişə krem şantini qatıram. Bir başqa krem şantini əlavə eləyib yaxşıca qarışdırandan sonra biskviti surupla nəmləndirirəm. Çox vaxt südlə nəmləndirirəm. Südüm qalmamışdı. Ona görə surupla nəmləndirdim bu dəfə. Sonra isə kremini töküb həm damla şokoladı, həm də qozu əlavə eləyirəm. Bütün qatları bu formada elədikdən sonra şkafımda biraz mən xaldənidə üst qatını biraz bu kremdən istifadə eləyib 1-2 saat xaldənidə saxladıram ki, krem özünü çəksin, tort özünü tutsun. Bu formada bir nazik bir sloy keçirəm ki, tort üzünə çəkib yumşalsın biraz. 1-2 saat xaldənidə gözlədirəm. Sonra isə üstünə mən krem şantidən hazırlayıram. Krem şantini bir stəkan südü əlavə eləyib qarışdırıb göy rəngdən istifadə elədim mən. Oğlumun ad günüydü. Ona görə bu tortu hazırlamışam. Bu formada göy rənglə bəzədikdən sonra sadə tort bəzəyi elədim. Bizdə krem çox sevilmir, ona görə mən sadə eləyirəm. Siz də bu formada eləyə bilərsiniz. İnanın çox tatlı, çox yumşaq tort alınır. Eləyəcək olan hər kəsə indidən nuş olsun.